Bizə bu sualda 27 üstü x bərabərdir 15 üstü y verilib və bu ifadənin cavabını soruşur. 27-ni öncəliklə 3 üstü 3 kimi göstərirəm. Bərabərdir 15-də 3 vurulsun 5 üstü y. Daha sonra mötərizələrimi açıram. 3 üstü 3x bərabərdir 3 üstü y vurulsun 5 üstü y. Buradan 5 üstü y-i tapaq. 5 üstü y bərabərdir 3 üstü 3x bölünsün 3 üstü y. Əsaslar eyni olduğu üçün üstlər çıxılacaq. Yəni 5 üstü y bərabərdir 3 üstü 3x çıxılsın y. Daha sonra 5 üstü 4y bölünsün 3x minus y-i 5 üstü y üstü 4 bölünsün 3x minus y kimi göstərək. Bərabərdir 5 üstü y-i aldıq ki 3 üstü 3x minus y-dir. Yerinə gətirib yazıram. 3 üstü 3x minus y. 4 bölünsün 3x minus y. Bərabərdir. Bu halda olduqda üstlər vurulur. 3x minus y vurulsun 4 bölünsün 3x minus y. Bunlar ixtisara gedəcək və qalacaq 3 üstü 4. Bu da bərabərdir 81.